Çiçin İtza qədim dünyanın ən maraqlı və sirli şəhərlərindən biridir. Bu tarixi abidə Meksika ərazisində, Yucatan yarımadasında yerləşir və Maya sivilizasiyasının ən mühüm mərkəzlərindən biri hesab olunur. Şəhərin adı İtza tayfasının quyusunun kənarında yerləşən yer mənasını verir. Bu ad ərazidə yerləşən təbii su quyuları, senotlarla bağlıdır. Çiçen İtza'nın tarixi təxminən eramızın 6-cı əsrinə gedib çıxır. Şəhər uzun müddət ərzində həm dini, həm də siyasi mərkəz kimi fəaliyyət göstərmişdir. Maya xalqı burada astronomiya, riyaziyyat və memarlıq sahələrində böyük nailiyyətlər əldə etmişdir. Onlar günəşin və ulduzların hərəkətini dəqiqliklə izləyərək möhtəşəm tikililər inşa edirdilər. Bu qədim şəhərin ən məşhur tikilisi Kukulkan piramidasıdır. Bu piramida həm də El Castillo adı ilə tanınır. Onun hər tərəfi pilləli formada tikilmişdir və ümumilikdə 365 pillədən ibarətdir ki, bu da ilin günlərinin sayına uyğundur. Maraqlı cəhətlərdən biri odur ki, hər il yaz və payız bərabərliyi zamanı günəş şüaları piramidanın üzərində ilan formasında kölgə yaradır. Bu hadisə Maya xalqının astronomiya sahəsində nə qədər inkişaf etdiyini göstərir. Çiçen İtza'da başqa diqqətə layiq tikillər də vardır. Məsələn, böyük top oyunu meydanı qədim dövrdə keçirilən dini və idman yarışları üçün istifadə olunurdu. Bu meydan Mərkəzi Amerikanın ən böyük belə qurğularından biridir. Oyunun qaydaları tam məlum olmasa da, bəzi tədqiqatçılar bunun dini ayinlərlə bağlı olduğunu düşünür. Şəhərdə yerləşən müqəddəs senot isə dini mərasimlər üçün istifadə edilirdi. Maya xalqı bu quyunu müqəddəs hesab edir və bəzən tanrılara hədiyyələr atırdı. Arxeoloqlar burada qızıl əşyalar, keramika nümunələri və digər qədim tapıntılar aşkar etmişlər. Çiçen İtza zamanla tənəzzülə uğramış və 13-cü əsrdən sonra tədricən tərk edilmişdir. Bunun səbəbi tam məlum deyil, lakin iqlim dəyişiklikləri, daxili münaqişələr və su qıtlığı kimi amillər ehtimal edilir. Bugün Çiçen İtza dünyanın ən məşhur turistik məkanlarından biridir və UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Hər il minlərlə insan bu möhtəşəm abidəni ziyarət edərək qədim Maya mədəniyyətinin izlərini yaxından görmək imkanı əldə edir. Çiçen İtza yalnız qədim bir şəhər deyil, həm də insan zəkasının, yaradıcılığının və elmə olan marağının parlaq nümunəsidir. Bu abidə bizə göstərir ki, qədim xalqlar belə yüksək bilik və bacarıqlara sahib olmuş, təbiəti müşahidə edərək böyük nailiyyətlər qazanmışlar. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir.